Hal-hazırda Kösalardayam. Kösalarda evimizdəyik. Evimizin alt mərtəbəsindəyik. Kürəyimi illər öncə məcburən didərgin olduğumuz, köçürüldüyümüz və məhv edilən evimizin tifarına söykəmişəm. İnanın, o qədər gözəl bir his yaşayıram ki, bu 33 illik həsrətdən sonra, bu nə deyim, o qədər zülümlərdən sonra bu məqamları yaşamaq özü bir xoşbəxtçilikdir. Keşke bütün bizim böyüklərimiz, o dünyadan keçənlərimiz də vaxtında Kösaları gəlib görə biləydi. Allah onlara rəhmət eləsin. Allah torpaqlarımız uğrunda canlarından keçən bütün qəhrəmanlarımıza da qəni-qəni rəhmət eləsin. Və bugün biz çox xoşbəxtik, Kösalarımızdayıq. Tək biz yox, bütün məcburi köçkünlər öz evlərinə, öz kəndlərinə qayıtdığı üçün, kəndlərinin azad olduğu üçün çox xoşbəxtdirlər. Qalib, qardaş, sən çox balacaydın. 5 yaşım var idi. Çox az xatirələr qalıbdı. Amma mənim burada xatirələrim daha çoxdur deyərdim. Nəinki... Amma onu deyim ki, bugün burada olmağım sanki mənə mənəvi güc verir. Çünki insan öz doğma yurdunda olanda, öz evində olanda sanki özündə daha artıq güc tapır. Özünü güclü. Həqiqətən elədir. Bax, görürsünüz əziz dostlar, evlərin içərisində hündür ağaçlar əmələ gəlib. Hətta birinci mərtəbədən qalxıb düz evin baş hissəsinə qədər uzanıb gedib. Biz həmişə qeyd elədik. Bizim evlərimiz biz çıxan kimi yandırılıb. Görürsünüz. Bax, bu burada birinci mərtəbə ilə ikinci mərtəbənin arasında taxta hissələr var. Onların yandıqları, qapqara olduqları görünür. Və maraqlı məqamlardan birini də göstərək. Bəli, biz çıxandan sonra evimizdə görürsünüz, quşlar da yuva da bağlayıb. Bu da həyatın bir maraqlı məqamlarıdır. Danışmağa, deməyə o qədər söz var, o qədər məqamlar var. Keyiflər olsun. Görüşərik dostlar.